Önceki tur. Geçin. Baharın gəlişi, təbiətin oyanışı, füsunkar gözəlliklər və əsrarəngiz mənzərələr yaratdığı kimi müxtəlif fəsadlar da doğurur. Kür çayında yazın gəlişi ilə əlaqədar suyun həcmi artmaqdadır. Son dövrlər Azərbaycanda, qonşu Gürcüstan və Türkiyə ərazilərində aramsız yağan yağışlar əksər çayların həcmini artırıb. Dünən günortadan sonra Kür çayının Qazax rayonu Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsi artmağa başlayıb. Nəticədə çay məcrasından çıxaraq ətrafda yerləşən hektarlarla əkin sahələrini və fermaların ərazisini su basıb. Kürün əsas hissəsinə gedən yollar suyun altında qaldığına görə bəzi fermaların iri buynuzlu malqarası çayın otayında qalıb. Qərb Xəbər çəkiliş qrupu olaraq ərazidən lentə aldığımız eksklusiv kadrları təqdim edirik. Hər vaxtınız xeyir dəyərli Qərb Xəbər TV kanalının izləyiciləri. Gördüyünüz bu mənzərə hazırda biz Qazax rayon Aşağı Salahlı kəndinin ərazisindəyik. Əkin sahələrinin yaxınlığında. Bu əkin sahələri suvarılmır. Bildiyiniz kimi, bax bu arxamda görünən tərəfdə Kür çayıdır. Biz yollar bağlanıb, Kür bu axşam dünən günortadan sonra daşmağa başlayıb və nəticədə bir neçə hektar Günəbaxan sahəsini, bu fermerlərin bu sahəsinə ziyanlıq verməkdədir. Hazırda da görürsünüz çayın bir qolu bu ərazidən keçir və Günəbaxan sahəsinin içi ilə gedir və yolu, Kürün əsas mənbəyinə doğru olan yolu da bağlayıb. Hazırda hələ ki
deyək ki, böyük daşqınlar, sellər yoxdur, amma bu bir siqnaldır və biz istərdik ki, bunun qarşısı alınsın və daha çox əhaliyə zərər dəyməsin. Gördüyünüz kimi yazın gözəllikləri ilə, hər tərəfin yaşıllaşması ilə bağlı gözəllik öz yerində, amma belə fəsadlar da var və Dəli Kürdə məsələn yazın gəlişi ilə əlaqədar bu cür şıltaqlıqlarına başlamaqdadır və ilk zərərini, ilk ziyanlıqlarını verməyə başlayıb. Və yol yoxdur. Artıq xeyli böyük miqdarda Kürdən daşqın gəlir və bayaq göstərdiyimiz kimi böyük bir hektarlarla ərazinin, günəbaxan ərazisini, əkin sahəsini artıq su, sel yuyub aparmaqdadır və buradan da əsas qollarından biri də bax bura selin əsas gür hissəsi bax bu ərazilərdən gəlir, göstərdiyim indi kameramanımız onu sizə göstərəcək və yol da burada bitir artıq. Amma bax gördüyünüz o tərəflərdə yol var idi, o qarşıdakı ağacın yanından yol keçirdi və burada artıq bitir. Təbii fəlakətdir əlbəttə ki, bu fəsadlar olacaq. Çünki artıq başlayıb, Allah eləsin, yəni az zərər versin, amma bayaq göstərdik, böyük bir əkin sahəsinə artıq zərər verib. Dostlar, bax, bu Kürə aşağı Salahlıdan əsas gələn yol, bax, bu hissədən belə, buradan görürsünüz, o dikə qalxan yerdədir. Bu yol burada artıq olmalıydı, yoxdur. Görürsünüz ki, bax, buradan əsas və bir də bu əkin sahəsi, bayaq göstərdiyimiz əkin sahəsinin içindən, günəbağanlıq sahəsinin içindən gələn su yolu burada kəsib, heç bir şəkildə getmək mümkün deyil və burada normal bir Kürün qolu axır, yəni qol yaranıb dünən günortadan sonra normal deyək ki, bir dağ çayı qədər bir su gedir buradan. Dəli Kür öz fəsadlarını artıq göstərməkdədir. Aşağı Qazax rayonunun Aşağı Salahlı kəndinin bax bu ərazisindən başlayaraq artıq burada yataqlar var, heyvandarlıq yataqları var. Onlar deyirlər ki, bir hissəsi mallarımız Kürün o toyunda qalıb, o birisi tərəfində qalıb və yol artıq kəsilib. Yəni buna hazır olmaq lazımdır. Əgər bu yağıntılı hava şəraiti davam eləyəcəksə, bu daşqınlar, bu su basmalar daha da miqyası daha da genişlənəcək.